Bakı Zooloji Parkı nadir heyvan növlərinin saxlanıldığı məkanlardandır. Elə ona görə də bütün yaş kateqoriyasına olan insanların böyük marağına səbəb olur. Son zamanlar Bakı Zooparkında hansı yeniliklər tətbiq edilib? Növbəti reportajımızdan biləcəyik. Ayı, şir, canavar, müxtəlif növ quşlar, sürünənlər qrupuna aid olan fərqli heyvanlar. Bunların hamısına Bakı Zooloji Parkında rast gəlmək olar. Bakı Zooloji Parkındayıq. Beynəlxalq standartlara uyğun olaraq yenilənən bu zooparkda yerli və dünyanın müxtəlif ölkələrindən gətirilən nadir növ heyvanlar qorunaraq saxlanılır. Bu hal isə ziyarətçilər tərəfindən müsbət qarşılanır. Приехали с Израиля. Очень красиво, очень приятно. İsraildən gəlmişik. Burada zooparkda hər şey çox gözəldir və təmizdir. Çoxlu heyvanlar var. Uşaqlar üçün də bu xoş və maraqlı mənzərədir. İstanbul'dan geliyorum. Bakü mimarisi olarak çok güzel bir şehir. Çok beğendik. Bu hayvanat bahçesini de bugün geziyoruz. Onu da çok beğendik. Akvaryum kısmı özellikle çok güzeldi. Hazırda Bakı Zooloji Parkı dünyanın bir çox zooparkları ilə əməkdaşlıq eləyir. Almaniya, Türkiyə, Qazaxıstan kimi ölkələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılır. Heyvanların bəslənməsi, qulluğu ilə bağlı müəyyən olunan yeniliklər öyrənilir. Profilaktik tədbirlərin içərisində dehelmintizasiya davamlı olaraq 3-6 aydan bir təkrar olaraq hər bir növ heyvana daxili parazit dərmanı verilir. Əlavə də olaraq daxili parazit dərman verildikdən sonra isə heyvanın növündən asılı olaraq elə heyvanlar var ildə bir dəfə vaksinasiya, elə heyvanlar var ildə 3 dəfə, elələr var isə ildə 4 dəfə vaksinasiya proseduru həyata keçirilir. Zooparkın məməlilər, yırtıcılar, gəmiricilər və dırnaqlıların saxlandığı teriologiya, quşların, həmçinin balıq və sürünənlərin saxlanıldığı ornitologiya, eləcə də akvaterariumdan ibarət 3 şöbəsi var. Parkın tək akvaterariumunda 62 növ heyvan saxlanılır. Bakı Zooloji Parkında 125 növ heyvan saxlanılır. Bu məkan onların təbii ərazilərinə tam olaraq uyğunlaşdırılıb. Bu səbəbdən də heyvanlar özlərini rahat hiss eləyirlər. Zooparkda qırmızı kitaba düşən 22 növ heyvan var. Park ərazisində nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondu qorunur və çoxaldılaraq təbiətə buraxılır. Bizdə heyvanların yemlənməsi, elə heyvanlar var gün ərzində 2 dəfə yemlənir, elə heyvanlar var gün ərzində 3 dəfə, hətta 4 dəfə də yemlənən heyvanlarımız var. Bundan da əlavə heyvanların meyvə vaxtları olur, meyvələrini veririk, səhər-səhər yemlərini veririk, otlarını qoyuruq. Yəni yemlənmə prosesi bu cür şəkildə bizdə gedir. Parkın 2021-ci ildə aparılan yenidən qurma işlərindən sonra zooparkın ərazisi demək olar ki 2 dəfə artırılaraq 2,25 hektardan 4,25 hektara çatdırılıb. Emil Məlikov, Elvin Qəhrəmanov, ASTV Xəbər.